Və mən əziz dostumdan danışacağım. Gözəl dostum mənim. Qadınların dostu, xanımların dostu. Mən bilirəm nə qədər zəng var, amma burada vaxtımız yoxdur sizə cavab verək. Və mən demək istəyirəm ki, indi bir neçə sual yönləndirəcək bizim İradə xanım. Amma Milli Onkologiyanın onkoginekologu doktor Könül Mərdanova, mənim əziz bacım, öz dəyərli məsləhətləri ilə, maarifləndirici söhbətləri ilə bütün xanımların ürəyini fəth edib. Xanımlar sizi tanıyanda deyirlər ki, vəssalam. Da xəstəliyə problem yoxdur, biz yaxşı olacağıq. Bu ən əsasıdır doktor. Ən əsası bir pasiyentin bir doktora inanmağıdır. Düzdürmü İradə? O çox önəmlidir. Çox önəmlidir. Onun verdiyi rahatlıq, onu da həkim öz bilgisi ilə verir də əslində. Düz deyil. Təbii ki. Gülər üzlülüyü ilə. Gülər üzlülük, bir də bilgi də çox önəmlidir. Bilgi və gülər üz. Sizi inandırmalıdır ki, həqiqətən də sizin müalicəniz bu şəkildə getməlidir. Ya da sizdəki problem budur. Bunun həlli yolu da önəmlidir. İradə xanım, nəsə sualınız var idi? Bayaq dediniz ki, doktordan soruşun. Mənim sualım Könül xanıma belə olacaq. Çünki niyə bu sualı verirəm? Mənim də gündəmim oldu bir ara. Uşaqlarda da bir peyvənd var idi. Rəhim ağzı xərçənglə bağlı peyvənd. Hətta mənim də olmağımla, o peyvəndə olmağımla bağlı da təklif gəldi. Kızıma 2 doz etdik biz onu. Ailə qurmazdan öncə vurulmalıdır. Amma mənim həkimim mənə ehtiyac olmadığını söylədi. Mən istəyirəm bu haqda, çünki bunu etməyən valideynlər də var. Daha doğrusu qorxular olan mənim kimi. Mən hətta mənim baldızım Londonda yaşayır. Orada da varmı belə bir şey? Onu da araşdırdım. Dedi ki, bəli, bizdə də. Hətta İstanbulda bu ödənişli şəkildə olur. Amma Londonda, bəli, dövlət bunun qarşılayır. Bunun haqqında istəyirəm Könül xanım. Təşəkkür edirəm. Bilirəm ki, efirimiz bitir. Çox uzatmadan deyəcəm. Əslində qalanda çox doğru eləmişsiniz. Artıq, belə deyək də, 2008-ci ildə bir Nobel mükafatı aldı virusolog. Uşaqlıq boynu xərçəngi xəstələrində təsdiqləndi ki, 95%-in üzərində bir bunu yaradan səbəb virusdur. HPV adlanan human papilloma virusdur və bu virusa qarşı təbii ki, bir peyvənd belə deyək ixtira olundu və o istifadə olunur. Doğrusu düzgünü də elə İradə xanımın dediyi kimidir ki, hansı ki cinsi əlaqədən öncə xüsusən də ki 9-13 yaş arası qız və oğlan evladlarına olunmalıdır, 2 doz şəklində olunmalıdır. Amma digər yaşlarda isə hardasa 16-18 yaş üzəri olunmalıdır 3 doz şəklində. Cinsi həyatın varsa artıq olunmamalıdır deyə bir anlayış düzgün deyil. 46 yaşa qədər bu olunmalıdır, amma son artıq araşdırmalar aparılır ki, 46 yaş üzərində də aparılmalıdır. Vaxtımız çox deyil, mən onun çox elmi əsaslarını deməyim, amma ki, nəyə görə 46 yaş üzəri elətdirməyin deyir. Əgər cinsi əlaqəsi 20 ildir, 25 il davam edən bir xanım zaten bu virusla yoluxubsa, artıq məntiqlə düşünür ki, bir inkubasiyon dövrdən keçib xərçəng törədəcək bir vəziyyətə gəlib çatıbsa, o 8-15 il aralığı hesab olunur. Ona görə 46 yaşa qədər bu yoxdursa sizdə, ondan sonra bir peyvəndi elətdirməyə mənası yoxdur kimi düşünürlər. Amma son zamanlar bu virus çox geniş yayılıb bütün dünyada, eyni ilə də Azərbaycanda. Mən hətta düşünürəm ki, o statistikalar çox təəssüf olsun ki, öncələr bütün xərçəng yönü və xərçəng patologiyaları qeydiyyatdan Milli Onkologiya Mərkəzində keçirdi. Biz bir zaman bir efirlərimizin birində buna ciddi surətdə toxunarıq. İndi bir çox klinikalarda bir çox lazımsız, lüzumsuz müayinələr və müalicələr çox təəssüf olsun olunur. Və biz o rəqəmləri sizə 100% ilə verə bilmirik. Amma mən şəxsi praktikamdan və Milli Onkologiya Mərkəzinin statistikasından deyim ki, günümüzdə HPV virusu çox yayılmış bir virusdur və qorxulu tipləri xüsusən də ki, baxın 16-18-i biz daha çox önə çıxardırıq, çünki dünya statistikasını deyirik. Amma mən deyərəm ki, bizim populyasiyada öyrənilsə 31-33 daha çoxdur və 16-18 qədər aqressivliyi olan bir tipdir. Ona görə peyvəndlənmə önəmlidir, həm profilaktikada, həm müalicədə. Qaldı ki, Türkiyədə ödənişli əsaslarda Londonda deyil. Onda da İradə xanım tamamilə haqlı bilir. İnsan, bilirsiniz necədir? Bilməyənlər üçün təbii ki, biz çatdırırıq. İnsan araşdırır, bilir. Ümumiyyətlə, bir diaqnoz qoyulanda onun əsaslandırılmalıdır. Bir müalicə aparılanda əsaslandırılmalıdır. Bunu Könül xanım belə istəyir deyə bir anlayış yoxdur. Nə bilim, İradə xanım bunu belə istəyir deyə bir anlayış yoxdur. Bəzi
Bəzi dövlətlər bəli o peyvəndləməni dövlət proqramına daxil elədilər, ödənişsiz əsaslarda istifadə olunurlar. Amma bizdə hələ bu söhbət gedir. 25 elə Səhiyyə Nazirliyində bir tədbir olacaq. Biz də orada iştirak eləyəcəyik. Sadəcə bu yalnız səhiyyənin verəcəyi bir qərar deyil. Təbii ki, dövlətimizin, maliyyənin verəcəyi bir qərar olacaq. Çünki böyük bir maliyyə tələb eləyən bir peyvənddən söhbət gedir. Əgər məcburi sürətdə respublika bu vurulacaqsa, təbii ki, bu statistikalar, hansı yaş qrupları, onlar hamısı bizim populyasiyaya uyğun olacaq. Amma bəzi Avropa ölkələrində, xüsusən də ki, Amerikada bu məcburi sürətdə insanlara vurulur. Necə ki, məcburi sürətdə qadınlar skrining proqramlarına dəvət olunur. PAP testə, HPV testə və süd vəzlərinin mammografiya müayinəsinə. Zamanla düşünürəm ki, bizdə bunlar olacaq. Hələ ki, biz sizlərin sayənizdə maarifləndiririk. Gün xanım, əslində mən oğlanı bilmirdim. Bəli. İndi oğlum 10 yaşındadır. Onu da iynə vurulmalıdır. 9-13 yaş arası oğlanlara da olunur. Baxın, HPV-də biz, mən qadınam, təbii ki, qadın həkimiyəm, onkoginekoloqam, daha çox bunu deyirik. Amma qeyd edək ki, HPV uşaqlıq yolu, bir də uşaqlıq boynunu daha çox qabardırıq. Gələn efirlərimizdə uşaqlıq yolu və xarici cinsiyyət orqanlarından da danışacağım. Onun da xərçəngini yaradır, anal kanal, qırtlaq xərçəngini yaradır və kişilərdə penis xərçəngini yaradır. Bunu da demiş olum. Və bir də yanlışlıqlar çox olur. Bugün bir cavan qızımıza baxmışıq, çox təəssüf olsun ki, genital ziyillərlə yandırırlar. Heç bir histoloji müayinələr, əkmə analizləri aparılmadan pasient təkrar gəlir müayinəyə ki, yenə də eyni vəziyyət, yenə də səpgilər dolu. Yəni, yanlışlıqlar var bəzi. Və peyvənd olunmaq istəmirəm. Mənə dedilər, olunmağa ehtiyac yoxdur. Müalicə al sonra. Mənə maraqlıdır virusu hansı müalicə ilə, hansı şamla, hansı antibiotiklə müalicə eləyəcək. Antibiotik bakteriyaya qarşıdır. Virusa qarşı virus əleyhinə dərmanlar istifadə olunur. Mən metronidazol qəbulum, hər hansı bir antibiotik qəbul edirəm, o virus bizim bədənimizdən çıxmayacaq. İmmunitetini yaxşı saxla. Hansı immunitet, hansı ölçülərə əsasən qərar verilir? Hardan bilirik ki, Lamiyə xanımın immuniteti nə səviyyədədir, mənimki nə səviyyədədir? Burada multifaktor var və o multifaktoru həqiqətən mən belə deyim, sosial şəbəkələrdən və efirlərdən maksimum dərəcədə çatdırım, amma hər bir pasiyent individualdır. Sinir sisteminin vəziyyətindən tutmuş, yuxu rejimindən tutmuş, qidalanmasından tutmuş, cinsəl həyatın gigiyenasından tutmuş, qadının özünə gigiyenasından tutmuş, hamısı pasiyentə izah olunmalıdır. Yoxsa elə virusun var, get könxamdir, peyvənd olun. Elə bir şey yoxdur. Təəssüf olsun ki, əczanelərdən alıb o dərmanları özünə istifadə edənlər var. Yəni, nə dərəcədə düzgündür. Nə qədər insanlara səsimizi çatdırırıqsa, bir zəhmət, İradə xanımın dediyi kimi, həkim insana güvən verməlidir. Güvəndikləri və bu işi bilən insanların dilindən bunu eşitsinlər və efirlərə çıxmağımızın da həqiqətən o qədər vaxtımız olmur. Təşəkkür edirəm sizə. Həqiqətən vaxtımız olmur. Siz, Lamiyə xanım deyir ki, yox, sən bu həftə gəlib insanları maarifləndirməlisən. Həqiqətən vaxt olmur, amma bunlar sizlər üçündür. Diqqətlə qulaq assınlar. Zaten Milli Onkologiya Mərkəzinin və yaxud da Könül Mərdanovanın bunu çıxıb mənə pasiyent gəlsin deyə demirəm. Hər zaman deyirəm, hər birinizin bir onkoginekoloq olsun, o Könül Mərdanova olmasın. Başqa həkim olsun, amma araşdırın, düzgün bir yerə gedin. Vacibdir. Amma olsun. Belə, proqramımızın sonuna gəlib çatdıq. Gözəl bacım, istəyirdim ki, mahnı oxuyasan, amma birinə çatdırırıq. Bu da belə, amma biz səni bugün doya-doya sizi dinlədik. Çox sağ olun. Sizi dinlədik, doktor. Dəvətiniz üçün.